Herkese salamlar dostlar. Necəsiniz dostlarım? Bugün sizlerle birlikte Car Simulator 2 oynuyoruz dostlar ve bugün dostlar Bugatti'ni alacağıq. 11 dənə maşınım var. Baxın, maşınların hamısı sizə göstərirəm dostlar. Bu şəkildə bütün maşınları görün. Baxın, burada panoramanı polis maşınına yığmışam bu şəkildə. Bu şəkildədir dostlar. İstəyirsinizsə bir dənə maşın seçək, ondan gedək dostlar. Hansı maşınımızdan gedək? Gəlin dostlar, panoramamızdan gedək. Bugattini alırıq dostlar. Uzun zamandır deyim, 3 gündür pul yığıram elə. Allah! Bunun modifiyesi hara getdi? Oyun məzələnmə də məndən. Gül kimi polis modifiyesi eləmişdim. Ve burada var dostlar. Dostlar polis maşını yığmışam panoramanı. Ay zibi. Getməsin də o. Hə, gəldi dostlar. Bayaq bug olmuşdu. Dedim getdi gül kimi modifiyə. Eləyə bilərdim. Məncə problem yoxdur. Amma bir dəfə eləmişdim dostlar. İndi yenə elədim. Ona 09 eləmişdim. O qədər də yaxşı alınmamışdı. Bu zor olub ama. Migaka da qoyacağım dostlar. Amma birinci gedək Bugattimizi alay. Gedək dostlar Bugattimizi alay. Panoramamız da əladır. Sürük. Gedək dostlar, gedək. Bugattini alırıq. 2024'də mən Maybach almışdım dostlar. Bugattini ala bilməmişdim. 2025'də də 6x6'ını almışdım. İndi 2026'da axır ki Bugattini alıram dostlar. O vaxt istəsəm ala bilərdim, amma almadım dostlar. Tənbəllik elədim, dedim mən niyə alıram? Sonra dedim ki bu oyunu mən neçə ildir oynayıram. Düz 2021'də ilk dəfə oynamışdım. Onda çox donurdu deyə oynaya bilmirdim. 2022'də başlamışam oynamağa. Bəli, dedim neçə ildir, 4-5 ildir mən bu oyunu oynayıram. İndi oyun parası ilə alına biləcək ən bahalı maşını niyə almıram? 3 gün pul yığdım və 3 gün pul yığmamın sonucunda 2.2 yani 2 milyon 257 min pul yığdım. Bəli dostlar. Bugatti. Gəldi dostlar. Pulumuz çatır. Pulu yığdım. Dostlar. Alırıq bu maşını. Həqiqətən alırıq. Maşını ətraflıca göstərəcəm. Maşın çox əladır. Oyun parası ilə ala biləcək ondakı ən bahalı maşındır. Alıram dostlar. Aldım. Oha, aldım. Şimdi sür. Oha. Çok qəşəngdir. İçi çok qəşəngdir. İçi bayağı qəşəngdir. Çox əladır axı. Dostlar baxın bir dənə. Əladır dostlar Bugattimiz. Gedək dostlar, indi sürək bunu. Bir də ətraflıca incələyək. Maşını mən bilirəm zaten. Çox əla bir maşındır. Spoileri. Bu sürətli gedəndə spoiler qalxır. Çox qəşəngdir. Benzin baçoku. Qaza basaq. Dostlar uçur bu maşına. Mən bunu biraz gücləndirəcəm. Dostlar daydı uçacaqdı. Gözü polis var. Dostlar motor səsinə baxın. Uçur. Dostlar uçur maşın. 250, 300 görərdim. 300, 320. Uçuş. Dostlar çok zordu axı. Ben bu maşın niye əvvəldən anlamışam? Çox qəşəngdir dostlar. Bunu top speed eləyəcəm. Birinci olsa gerək də modifiyə eləyək. İstədiyimiz yerə uça gedirik. 2 saatda getmirik. Çünki oyun pulla alına, yəni oyun pulu ilə alına biləcək ən bahalı maşını almışam. Bəli, siftəsini elədik. Yox, elədik.
Gətirin. Geçen dostlar elimdən modifiye edeyim maşınınızı. Məncə bayağı qəşəng oldu maşınımız. Diskləri elə öz stok diski mükəmməldir. Gücləndirin də bunu. Pul var, gücləndir. 2-2 gücləndireyim, görüm hələ necə olur. Pul var ansızda, problem yoxdur. Pul var, pul azalır. Pula nəsə olur? Pul getdi dostlar. Pul 41 min qaldı. Onu da dostlar sonra modifiyesini eləyək. Sonra axırdakıların bir aldım. Sonra artıq pul qalanda alarıq dostlar. Bu qatdiyə da Ford bagaj taxmazsan da yaraşmır dostlar. Dostlar bu belə bu qatdi olur. Da belə də eləməyək. Amma belə şeylər zətdə yaraşmır bu qatdiyə. Bu Bugatti Veyron dostlar. Bugatti Veyron. Elə şeyler yaraşmır. Bugatti Veyron'a. Gücləndir. T3'e kadar gücləndirə Gücləndirəydi. 9000. Ama ben bunun çöl görünüşün rəngini zaten necə dəyişdirəcəm. Alıram. Dostlar maşının motorunu gücləndirdik. Bayağı qəşəng oldu. Daha yaxşı gedir indi. Gedək indi bir dənə çöl görünüşünü də dəyişək. Qəşəng oldu bayağı. Gedək bir dənə çöl görünüşünü də dəyişək. Çöl görünüşünü bir dənə zam filmin qapqara eləyəcəm. Bir də maşın rəngi. Buradan maşının rəngi. Dostlar, neynəyim maşının rəngi? Qırmızı getməz bu maşına. Kırmızı, yaşıl da eti yaraşmaz. Öz rəngi var belə bir şeydir, mavi. Göy eləyə bilərik. Göy qəşəng edək. Göy eləsək. Göy. Buradan da tündləşdirsək. Aldım bunu dostlar.